Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi tayyibin tahirin ve ala etba'ihimut tabi'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Umdetül Ahkam kitabından hədislərin şərhinə, yəni oruc bölməsindəki hədislərin şərhinə davam edirik və bugünkü dərsimizdə səfərdə ikən oruç tutmaq fəslinə başlayırıq. Səfərdə oruç tutmaq fəsli. Şeyx hədislərə başlamazdan əvvəl qısa olaraq qeyd edir ki, bu şəriət bizə yüngüllük və rahatlıq gətirib və bizlər üçün çətinlik istəmir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Mə cəalə aleykum fid-dini min harac." Allah sizin üçün dininizdə bir çətinlik etməmişdir. Dində bir çətinlik etməmişdir. Və həmçinin oruc ayələri içərisində Allah Teala buyurur ki, "Yuridullahu bikumul yusra və la yuridu bikumul usr." Allah sizin üçün rahatlıq istəyir, sizin üçün çətinlik istəmir. فَلَمَّا كَانَ السَّفَرُ غَالِبًا فِيهِ مَشَقَّ وَصُعُوبَ وَأَنَّهُ قِطْعَةٌ مِنَ الْعَذَابِ خُفِّفَ فِيهِ Səfər çox vaxt məşəqqət və çətinlik olduğuna görə və həmçinin əzabdan bir parça olduğuna görə səfərdə bəzi ibadətlər yüngülləşdirilmişdir. Və bu ibadətlərə də Ramazan ayında oruc tutmağın, yəni orucu açmağın caiz olması rüxsətidir. Və şeyx buyurur ki, وَهِيَ رُخْسَةٌ مُسْتَحَبَّةٌ Və bu rüxsətdir ki, müstəhəb rüxsətdir. Və bu rüxsəti götürmək müstəhəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə görə ki, "Leysə minəl birri as-siyamu fis-səfər." Səfərdə oruç tutmaq yaxşı əməllərdən deyildir. "Və hiyə ruxsatun ta'ammul-ləzi yenaluhu bis-səfəri məşəqqa və ğayruhu." Və bu rüxsət səfərdə məşəqqətdə olanı da, məşəqqətdə olmayanı, yəni çətin, rahatlıq içərisində olanı da əhatə edir. İstər insan səfərdə, məşəqqətdə, çətinlikdə olsun və istər rahatlıqda olsun, onun üçün oruc açmaq üçün rüxsət vardır və sonra onu qəza etmək şərti ilə. Və bu əhkamlarla bilirik ki, həqiqətən Allah Subhanahu və Teala öz ümməti üçün, bu şəriəti ilə öz ümməti üçün rəhmət və yüngüllük istəyirdi. Və Allah Subhanahu və Teala öz ümməti üçün rəhmətlidir. Və hər kəsə, hər bir insana özündən də daha rəhmətlidir. Ondan sonra 8-ci hədis gəlir. Ən Aişə radiyallahu anhə ənə Həmzə ibn Amr əl-Əsləmi qalə lin-nəbiyyə sallallahu aleyhi və səlləm Əasumu fis-səfəri və kənə kəsirus-siyam qalə in şi'tə fəsum və in şi'tə fəaftir. Ayşə radiyallahu anhə buyurur ki, Həmzə ibn Amr əl-Əsləmi radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, səfərdə ikən oruç tutunmu? Və deyir ki, o çox oruç tutan idi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, istəyirsənsə tut, istəyirsən tutma. علم الصحابة رضي الله عنهم أن الشارع الرحيم ما رخص في الفطر في السفر إلا رحمة بهم وإشفاقا عليهم. Sahabələr, Allah onlardan razı olsun, bilirdilər ki, Allah Subhanahu və Teala səfərdə ikən orucu açmağın rüxsət olmasını ona görə vermişdir ki, öz ümmətinə rəhmət olaraq, öz ümmətinə şəfqət olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm bu rüxsətin olduğunu demişdi. فَكَانَ حَمْزَ الْأَسْلَمِ عِنْدَهُ جَلَدٌ وَقُوَّةٌ عَلَى الصِّيَامِ وَكَانَ مُحِبًّا لِلْخَيْرِ كَثِيرُ الصِّيَامِ radiyallahu anhu. Və həmçinin deyir ki, Həmzə Əl-Əsləmi radiyallahu anhu da çoxlu oruç tutan idi və güclü idi və oruca taqəti daha çox idi və xeyir əməlləri daha çox sevirdi. Çoxlu oruç tutan idi və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, səfərdə ikən oruç tutunmu? Peyğəmbər sallallahu aleyhi və səlləm də ona seçim verdi.
oruç tutmasıyla tutmaması arasında ve buyurdu ki inşi'te fasum ve inşi'te feaftir. Dedi ki istəyirsən tut, istəyirsənsə tutma. Və hədisdən götürülən faydalardan birincisi er-ruxsatu fil fitri fis səfər li'annahu mazinnatul məşəqqə. Səfərdə orucu açmağın rüxsət olması, çünki səfər məşəqqət yeridir. Səfər çox vaxt məşəqqətli olur. Ondan sonra faydalardan ikincisi ət-təxiru beynəs-siyam vəl-fitr limən indəhu quvvətun aləs-siyam. Kim ki oruç tutmağa qüvvəti, taqəti varsa, onun üçün seçim var, istəsə tutur, istəsə tutmaz. İxlasla.com saytı tərəfindən təqdim olundu.